Şad xəbər, minlərlə vətəndaşın pensiyası vaxtından əvvəl arta bilər. Azərbaycanda işləyən pensiyaçıların pensiya kapitalına əlavələrin 4 ildən bir olması təklif edilir. Report xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış eləyib. Onun sözlərinə görə qanunvericilik işləyən pensiyaçıların sonradan topladığı kapitalın 6 ildən bir hesablanmaqla pensiyaya əlavə olunmasına imkan verir. Bu da 65 yaşında pensiyaya çıxan və işləyən vətəndaşın pensiyasına əlavənin ikinci dəfə 77 yaşında edilməsi deməkdir. Ona görə də əmək pensiyaları haqqında qanuna dəyişiklik edilməli, işləyən pensiyaçıların pensiya kapitalından istifadənin 3 dəfə olmaqla 4 ildən bir həyata keçirilməsini təklif edirəm. Hər halda işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşımızı sevindirər deyə Vüqar Bayramov bildirib.